Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bu günlər isə ibtidai icma cəmiyyətini izah edəcəm və ən son yeniliklər əsasında. Bəli, ibtidai icma cəmiyyəti demək, Azərbaycan qədim insanların yaşayış məskəni olub. Və alimlər müəyyən etmişlər ki, ibtidai insanlar əlverişli təbii coğrafi şərait olan ərazilərdə məskunlaşıblar. Və ibtidai insanların həyatında təbii coğrafi şərait çox mühüm rol oynayıb. Necə? Baxaq. Demək, qədim insanların qida mənbəyi olmuş təbiət, insanın yaranması və inkişafını təsir göstərmiş, insanların geyiminə təsir göstərmiş, həmçinin qida qədim insanların əmək alətlərinin hazırlanmasında şərait yaratmış və insanların yayılmasına təkan vermişdir. Yəni, təbii coğrafi şərait. Və əziz yoldaşlar, Azərbaycan ərazisində ən qədim yaşayış məskənləri Azıq mağarası əsasında, Kəlbəcərdə Zar mağarası, Naxçıvanda Qazma, Qazaxda da Daşsalahlı mağarası əsasında öyrənilmişdir və bu qədim insanların yaşayış məskənlərindən hesab olunur. Və Azərbaycan ərazisində ilk insan dəstələri meydana gəlmiş təxminən 2 milyon il bundan əvvələ təsadüf eləyir. Bəli, 2 milyon il bundan əvvələ və bu da mağaralardır, Daşsalahlı mağarası, Azıq mağarası və Qazma mağarası. İndi biz ibtidai icma cəmiyyətindən danışacağıq. Bu, bəşər tarixinin ilkin mərhələsi hesab olunur, yaxud da tarixə qədərki dövr hesab olunur. Tarixə qədərki dövr o demək ki, yəni yazılı mənbələrin yaranmasına qədərki dövr. Yəni, yazılı mənbələr olan dövrə qədər heç bir hadisələr orada qeydə alınmayıb, yəni yazılmayıb. Aydındır, sadəcə tapılan maddi mənbələr əsasında belə öyrənilmişdir. Baxaq. İbtidai icma cəmiyyəti bəşər cəmiyyətinin ilkin mərhələsi olub və buna tarixə qədərki dövr deyir və əmək alətlərinin hazırlandığı materiala görə ibtidai icma cəmiyyəti 3 dövrə bölünür. Daş dövrü, tunc dövrü və dəmir dövrü. Daş dövrü də bölünür 3 mərhələ: qədim daş dövrü paleolit, orta daş dövrü mezolit və yeni daş dövrü neolit. İndi baxaq görə, paleolit dövründə nələr baş verib? Bəli, burada qısa şəkildə, bax bu cümlələri görürsünüz, diqqətli olun abituriyentlər. Bu cümlələr sırf testə düşəcək cümlələrdir. Bacarıqlı insan formalaşdı. Paleolitin ilkin mərhələsində insanlar çay kənarlarında məskun salmağa başladılar. Sadə daş alətlərdən istifadə edilməyə başlanıldı və təbiətin hazır məhsullarından istifadə edilməyə başlandı. Buna deyilən mənimsəmə təsərrüfatı və elə məhz burada yarandı paleolit dövründə. Ovçuluq və yığıcılığına məşğul olmağa başladılar. Ulu icma yarandı. İnsanlar süni yolla od əldə etməyi və ət pişirməyi öyrəndilər. Ağıllı insan yarandı. Həmçinin səsli nitq yarandı və ana xaqanlığı yarandı. İndi baxaq, bunlardan daha ətraflı şəkildə danışacağıq. Həmçinin sonraki mərhələlərdə də, yəni tunc və dəmir dövründə, həmçinin mezolit, neolit və neolit dövründə də bunlardan da danışacağıq. Deməli, ox və kaman ixtira olunur, yəni mezolit dövründə. İnsanlar yığıcılıq, ovçuluqla da burada məşğul olurdular. İbtidai maldarlığın əsası qoyulur mezolitdə. İstehsal təsərrüfatına keçidin əsası qoyulur mezolitdə. İnsanlar qaya üzərlərində rəsmlər çəkirdilər. Bu dövrdə həmçinin alətlər daşdan və sümükdən hazırlanırdı. Əkinçilik və maldarlıq əsas təsərrüfat sahələri idi. Oturaq həyata keçildi neolitdə. Əhali ovçuluq və balıqçılıqla məşğul olurdu. Yenə də bu dövrdə insanlar daş alətlər cilalamağı öyrənilir neolitdə. Toxa və oraq meydana gəldi neolitdə. Həmçinin doluqçuluq və toxuculuq yaranır neolit dövründə. İndi baxaq. Qədim daş dövrü, yəni paleolit dövrü adlanır. Bəli, ilk insan tipi olan bacarıqlı insan yarandı və ta ki paleolit dövrü eradan əvvəl, ilk insanın yaranmasından eradan əvvəl 12-ci milliyə qədər olan dövrdür. Bəs paleolit dövrü harada öyrənmişdik? Xocavənd rayonunun ərazisində yerləşən Quruçay vadisində öyrənilmişdi və burada Azıq mağarası da yerləşir və həmin o qədim insanların yaşayış tərzi, həyat tərzi, tapıntılar da məhz burada yerləşən Azıq mağarası əsasında öyrənilmişdir. Bəli. Demək, ibtidai insanlar hazırladıqları daş alətlər olduqca kobud və bəsit idi. İç alətlər də məhz çay daşlarından hazırlanmışdı. Bəli. Demək, qədim insanlar bu alətlərdə
ovladıqları heyvanları kəsmək və doğramaq üçün istifadə etmişdilər. Azıq mağarasının alt təbəqələrində belə alətlər tapılmışdı. Məhz burada göstərilib. Bu cür daş alətlər. Və əziz abituriyentlər, zaman keçir və zaman keçdikcə də əmək alətləri təkmilləşir, yeni alətlər meydana çıxır və inkişaf edir. Bu inkişaf isə insanın beyninin təfəkkürünün məhsulu idi. Əmək alətləri təkmilləşdikcə yeniləri meydana gəlir. Məsələn, çaxmaq daşı, bazalt, obsidiyandan müxtəlif alətlər hazırlayırlar. Daşların hissələrinə dişi ucu oymalı, qaşov tipli alətlər, kəsicilər düzəltmişdilər. Görürsünüz, burada əks olunub. Və digər məsələ nə idi? Paleolit dövrünün bu ilkin mərhələsində mənimsəmə təsərrüfatı meydana gəlir. Yəni, insanlar təbiətin hazır məhsullarından istifadə edirdilər. Və insanların sayı artdıqca təbiətdə olan hazır məhsullar onların qida tələbatını ödəyə bilmirdi. Ona görə də insanlar əmək alətlərini təkmilləşdirməyə başlayırlar və yeni alətlər, çapacaqlar meydana gəlir. Görürsünüz, bunlar əl çapacaqlarıdır. Və əziz abituriyentlər, paleolitin ilkin mərhələsində həmçinin ilk insan kollektivi olan, ilk insan dəstələri olan ulu icma meydana gəlir. Bəli, demək ki, necə meydana gəlir? Demək, təbiətdə baş verən hadisələrin sirlərini öyrənməyə başlayırlar insanlar və sonradan bu qruplar bir-birilə birləşir. Kör təbii şəkildə yaranan belə insanlar artıq ulu icma halında birləşməyə başlayırlar, yəni kollektiv halda. Və bunlar daimi deyildi. Onlar tez-tez nə olurdu? Dağılırdı və yeniləri yaranırdı. Həmçinin qədim insanların həyatında o çox mühüm rol oynayırdı və bu arada insanların tanış olduğu ilk o təbii od olub. Və Azıq mağarasında da belə bir ocaq izləri 700 min il bundan əvvələ aid aşkarlanmışdı. Bəli. Və Azıq mağarasında tikinti qalıqları da aşkar edilib. Bu qədim insanların tikinti vərdişlərində olduğunu göstərirdi. Azıq adamları ətraf mühiti dərk etdikcə ibtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə məşğul olmuşdu. Mağaradan tapılan aykəllələrdə üzərində tapılan cızıqlar onların dini ayinlərin yarandığını və dini ayinlərlə məşğul olduğunu göstərir. Testdə düşəcək ilk dini ayinlər və ilk dini təsəvvürlər də məhz paleolit dövrünün ilkin mərhələsində meydana gəlmişdir. Amma axirət dünyasının dini təsəvvürlər və axirət dünyasına inam isə və yaxud təbiət qüvvələri ilə bağlı dini təsəvvürlər deyirsə, bu artıq paleolitin sonraki mərhələsi. Yəni, biz buna köhnə nəşrdə deyirdik, orta paleolit dövründə. Bəli, davam edirik. Azərbaycanda paleolit düşərgəsinə arxeoloji qazıntılar zamanı daşdan olan məlumatlar, insanların birlikdə ovladıqları heyvan və quş sümüklərindən tapılmışdır. Bu tapıntılar əsasında aşağıdakı məlumatlar əldə olunub. Həmin dövrdə mövcud olmuş heyvanlar aləmi, ibtidai insanların ovçuluqla məşğul olmasını və paleolit dövrünün sonraki mərhələsindən biz danışacağıq. Burada artıq Neandertal insan meydana gəlir və burada insanların sayı artır, onlar daha geniş ərazilərdə yayılmağa başlayırlar və indiki Naxçıvan, Qarabağ və Qazax bölgələrində yaşamağa başlayırlar. Demək, qədim insanların bədən quruluşunda artıq dəyişiklik baş verir. Alətlərin hazırlanmasında, təsərrüfatında və həyat tərzində böyük dəyişikliklər baş verir. Qədim insanlar yeni tipli alətlər hazırlamağa başlayırlar. Bu da onların inkişafı ilə əlaqədar idi. Və ilk dəfə olaraq iti uclu alətlər hazırlamağa başladılar. Bu qədim insanların həyatında çox mühüm rol oynayırdı. Və bu dövrdən fərqli insan tipi olan Neandertallar yaranmağa başladı və yaşamağa başladılar. Bu arada Neandertallar Almaniyada ilk dəfə olaraq qalıqları aşkarlanmışdı və bunlar yaşayış məskənində insanın kəllə sümüyü tapılmışdı. Həmin o Neandertal insanların mağaralarda və komalarda belə bir tapıntıları tapılmışdı. Neandertallar yaşayış tikililərini əsasən nəhəng heyvanların sümüklərindən tikirdilər, həmçinin iri qaya daşlarından. Və Neandertal insanların əsas məşğuliyyəti ovçuluq idi.
Təbii ki, paleolit dövründə yaşayırsa, insanların əsas məşğuliyyəti də məhz bu olacaq. Lakin onlar təbiətin hazır nemətlərindən də istifadə edirlər. Yəni, bu demək ki, mənimsəmə təsərrüfatı hələ də var. Arxeoloji qazıntılar zamanı Neandertalların qəbirləri aşkar olunmuş. Deməli, Neandertal insanların dəfn mərasimi olmuş və artıq onlarda bəzi dini görüşlər formalaşmağa başlamışdır. Və Neandertallar paleolit dövrünün sakinləri idilər. Mağaralarda yaşayıblar, qısa deyirəm. Açıq ərazilərdə nəhəng heyvanların sümüklərindən və ərazi qayalarından yaşamaq üçün tikilər hazırlayıblar. Təbiətin hazır məhsullarını istifadə edirlər, yeni əmək alətləri hazırlayıblar, ovçuluqla da məşğul olmuşlar, həmçinin ibtidai dini görünüşlərə də malik olmuşlar. Və əziz abituriyentlər, ibtidai icma cəmiyyətinin, yəni paleolit dövrünün sonraki mərhələsi, yəni ən son mərhələsi deyim, biz buna köhnə nəşrdə deyirdik üst paleolit. Və burada isə deyirik, yeniliklərə əsasən deyirik, paleolit dövrünün ən son mərhələsi. Burada ağıllı insan meydana gəldi. Qısa deyəcəm, qəbilə icması meydana gələcək. Yəni, ulu icma artıq burada sıradan çıxır və qəbiləyə qadın başçılıq eləməyə başlayacaq. Səsli nitq yaranmağa başlayacaq. Bəli. Və tədricən belə səslərin birləşməsindən də sözlər yaranacaq. Demək, əziz abituriyentlər, qəbilə icmasına qadın başçılıq elədiyinə görə bu dövrə həm də ana xaqanlığı dövrü də deyirlər. Bəli. Və biz artıq keçirik növbəti mərhələyə, orta daş dövrünə. Eramızdan əvvəl 12-ci minillikdən başlamış mezolit dövrü və eradan əvvəl 8-ci minilliyə qədər davam etmişdi. Bəli, mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti yaranmağa başlanır. Demək, bu dövrdə insanlar qəbilə halında yaşayır, ovçuluq, yığıcılıq və bağçılıqla məşğul olur. Həmçinin bu dövrün ən böyük kəşflərindən, ixtiralarından biri ox və kaman idi. Demək, heyvanlar bu dövrdə əhəlləşdirilməyə başlanılır. Onlar ovladıqları heyvanları neynirlər? Balalarını saxlayır, qida ehtiyatını artırmağa nail olurlar. Bu, ibtidai maldarlığın əsasının qoyulması demək idi. Bəli. Ət ehtiyatının, ox və kamanın ixtirası nəticəsində ət ehtiyatı artır və yaxud qida ehtiyatı artır. Həmçinin bu dövrdə ibtidai əkinçiliyin əsası qoyulur. Necə? Demək, insanlar topladıqları yabani bitkilərin toxumlarını bir hissəsini ehtiyat olaraq saxlayırdılar və onları sonradan torpağa əkirdilər və sonra onların artırmasına gətirib çıxarırdı. Və beləliklə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait yaranmış olur. Və beləliklə mənimsəmə təsərrüfatı yaranır və mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulur. Baxın, əziz abituriyentlər, mənimsəmə təsərrüfatı yaranır paleolit dövründə və ilk mərhələsində. Amma mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulur nə vaxt? Artıq mezolit dövründə qoyulur bu. Bəli. Yəni, insanlar özlərinə lazım olan məhsulları yavaş-yavaş istehsal etməyə başlayırlar. Və bir qədər sonra isə bu proses, yəni istehsal təsərrüfatının formalaşması prosesi artıq başa çatmış olacaq. Azərbaycanda mezolit dövrünün əhalinin yaşayış məşğuliyyəti əsasən Qobustan abidələri əsasında öyrənmişdir. Və burada müxtəlif yenə də daş alətlər, sümükdən müxtəlif alətlər hazırlanmışdır və tapılmışdır həmçinin. Onlar sümükdən biz, ox, ucları və balıqçılıqda istifadə olunan alətlərdən, harpunlardan da istifadə etmişdilər. Mezolit dövründə həmçinin ibtidai incəsənətdə xeyli inkişaf eləmişdi. Təbii ki, bu paleolit dövründə də mövcud olmuşdu insanların ibtidai incəsənətlə məşğul olması. Qobustan qayalarında bu dövr insanların inancları, dini ayinləri, ov sahələrini əks etdirən rəsmlər həkk olmuşdu. Necə ki, bax, burada əks olunub. Qobustanda, mezolit dövründə qəbirlərdə dəfn edilənlərin birinin yanında müxtəlif əşyalar. Və elə burada da ölülərin yanına müxtəlif əşyalar qoyurdular, həmçinin daş bütülər qoyurdular və bu onların dini inancları ilə bağlı olan bir məsələ idi. Bəli, və keçid alırıq
növbəti bir mərhələyə, yeni daş dövrünə. Azərbaycanda yeni daş dövrü 8-ci minillikdən 6-cı minilliyə qədər davam edir və bu adlanır Neolit dövrü. Bəli, Neolit dövründə artıq istehsal təsərrüfatı formalaşır, amma biz dedik ki, istehsal təsərrüfatının keçidin əsası nə vaxt qoyulmuşdu? Meziolitdə. Amma bu proses nə vaxt başa çatacaq? Neolitdə. Və beləliklə, məşğuliyyət sahəsində əkinçilik və maldarlıq əsas yer tutacaq. Yəni, insanlar artıq oturaq həyat tərzinə keçib və bununla yanaşı əkinçilik və maldarlıqla yanaşı ovçuluq və balıqçılıqla da məşğul olacaqlar. Və Azərbaycanda bu sahələrin inkişafı üçün əlverişli şərait də var idi. İnsanlar torpağı yumşaltmaq üçün və yaxud da əkin sahələrini genişləndirmək üçün toxanı kəşf edəcəklər bu dövrdə. Aydındır. Və beləliklə Neolit dövrünün sənət sahələri, yeni sənət sahələri meydana gələcək. Duluzçuluqla məşğul olmağa başlayacaqlar. Yeni saxsı qabların istehsalına başlanacaq. İnsanlar daş alətləri deşməyi və cilalamağı öyrənəcəklər. Toxuculuq yaranacaq və toxuculuqda yundan və ipəkdən, lifindən məmulatlar hazırlanacaq. Və bu tarixdə, bu sadalanan bütün hadisələr və burada sadaladığım bütün hadisələr tarixdə adlanacağı nə? Neolit inqilabı. Bəli, Neolit inqilabı adlanmağa başlanılacaq. Və sonda da Neolit dövründən bir məsələni də vurğulayım. Neolit dövrünə aid yaşayış məskənləri demək Tovuzda Göytəpə, Ağcabədidə Kamiltəpə yaşayış məskənləri əsasında öyrənilmişdir. Və keçid alırıq Mis daş dövrünə. Demək, əziz abituriyentlər, Mis daş dövrü cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən biri olur. Əkinçilik və maldarlıq əsas sahələrindən biri olur. Yaşayış üçün çay kənarları və kiçik bulaqların yaxın sahələrində seçilirdi. Toxuculuq və duluzçuluq inkişaf edir burada. Duluzçuluqdan saxsı qablar pişirmək üçün kürələri yaranır. Bax, görürsünüz, kürələr. Duluzçuluqda saxsı qabları pişirmək üçün kürələr yaranır. Bax, testə düşə bilər. Bax, bu son yenilikdir. Kürələrin hazırlanması prosesi və yaxud da kürələrin yaranması məhz mis daş dövrü, yəni Eneolit dövrünə təsadüf edir. Döyülən mis külçədən əşyalar hazırlanırdı. Bəli. Mis daş dövründə daş alətlərinin hazırlanma texnologiyası daha da təkmilləşir. Bəli, ənənəvi əmək alətləri sırasına yeniləri əlavə olunur. Bu dövrdə sümükdən əmək alətləri hazırlanmışdı. Ev sənətkarlığında da yer şumlamaq üçün hazırlanmış toxalar. Tikiş işində istifadə olunan biz və iynələr, qaşovları, bıçaqlar xüsusi diqqət çəkir. Burada dayanıram. Demək ki, toxa yaranıb Neolit dövründə, əziz abituriyentlər. Eneolit dövründə isə toxadan daha geniş istifadə olunduğuna görə biz bu dövrə deyəcəyik toxa əkinçiliyi dövrü. Bəli, toxa əkinçiliyi dövrü. Və Eneolit dövründə artıq insanlar ilk dəfə olaraq metalla tanış olurlar. Yəni, ibtidai metal işləmənin əsası qoyulur. Baxın, burada da xüsusi bir qeyd deyirəm. İbtidai metal işləmənin əsası qoyulur mis daş dövründə. Amma metal işləmə sənəti isə erkən Tuncda yaranır. Bunları qarışdırmayın. Bəli, ibtidai metal işləmənin əsası qoyulur Eneolit dövründə və insanların ilk tanış olduğu metal da məhz mis olur. Azərbaycanda da tarixəndə, bu günləri də mis yataqları Qarabağın bir sıra ərazilərində, həmçinin Kəlbəcər və Gədəbəy rayonları arasında aşkarlanmışdır. Və mis əşyaları ilk dəfə qədim şərq ölkələrində meydana gəlib, görürsünüz. Və bu dövr 6-cı minillikdən 4-cü minilliyə qədər davam etmişdir və ortalarına qədər. Artıq bu dövrdə də insanların sayı xeyli artır. Oturaq həyat sürən qəbilələr əkin-biçin alətlərini hazırlayır və onları biraz da təkmilləşdirirdilər. Məhsul yığır, döyür və hazır məhsullardan istifadə edirdilər artıq. Və bu qəbilələrin
sürülərini. Demək olar ki, bütün əsas ev heyvanları var idi. Yəni, demək istəyir ki, bizə məlum olan bütün ev heyvanlarının əhəlləşdirilməsi prosesi artıq eneolit dövründə başa çatır. Və Misdaş dövründə insanların əsas ərzaq mənbəyi əkinçilik və maldarlıq idi. Yaşayış məskənləri üçün bir qayda olaraq çay kənarlarında və kiçik bulaqlara yaxın ərazilərdə tikilirdi. Evlər necə tikilirdi? Demək, çay kənarlarında və yaxud bulaqlara yaxın ərazilərdə möhrədən dairəvi şəkildə tikilirdi. Bəli. Və sonradan isə bunlar düzbucaqlı şəklində tikilməyə başlanılacaq. Həmçinin Misdaş dövründə qazma tipli evlər də mövcud olmuşdu. Və Misdaş dövründə əhalinin əkinçilik və maldarlığa yanaşı ev sənətkarlığının da müxtəlif sahələr, duluzçuluq, daş işləmə, toxuculuq da və davam edirdi. Həmçinin balıqçılıq da. Bu dövrdə əhalinin sayı artır və ərzağa olan tələbat da artır həmçinin və əhalinin bir qismi ovçuluq və balıqçılıqla da məşğul olurdular. Lakin bu dövrdən başlayaraq ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsi. Baxın, testdə düşən əsas cümlələrdən biridir bu. Neolit dövründə insanların əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Yəni, oturaq həyat tərzinə keçəndən sonra. Amma eneolit dövründə isə insanların artıq ikinci dərəcəli məşğuliyyət sahəsi nə olub? Bəli, ikinci dərəcəli məşğuliyyət sahəsi ovçuluq və balıqçılıq idi. Demək ki, Misdaş dövründə, yəni eneolit dövründə toxuculuq sənəti daha da inkişaf edir və bunun nəticəsində Azərbaycanın bir sıra Misdaş abidələrinə tapılmış iyuculuqları bunu sübut edir. Toxuculuğun inkişafına təkan verən amillərdən biri qoyunçuluğun inkişafı idi və yun istehsalı idi. Təbii ki, yun varsa, burada toxuculuqdan söhbət gedə bilər. Və həmin dövrdə göndəri emalı və bununla bağlı sahələr də inkişaf edir. Sənətkarlığın müxtəlif sahələri içərisində duluzçuluq yaranır və daha doğrusu inkişaf eləyir və onlar müxtəlif inkişaf mərhələləri olmuşdur. Belə ki, neolit dövründə bəsit və kobud formalı qablar hazırlanırdısa, artıq Misdaş dövründə bunlar daha da təkmilləşir və yeni qab növləri hazırlanır. Onların davamlılığı artırmaq üçün və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan istifadə olunurdu və xüsusilə buna diqqət edin. Deməli, bu dövrün ən mühüm yeniliklərindən biri saxsı qabları bişirmək üçün kürələrdən istifadə edirdilər. Bu son yenilikdir. Bəli, saxsı qabları bişirmək üçün, onları daha yeni formalara salmaq üçün kürələr meydana gəlir. Və Misdaş dövrünün əvvəllərində ictimai həyatda qadınların mövqeyi hələ də möhkəm idi. Yəni, ana xaqanlıq hələ də burada hökm sürür. Qadın nəslin yaradıcısı, müqəddəs varlıq hesab edilir və Azərbaycanda bu dövr mədəniyyət abidələri arasında qadın heykəlləri də tapılmışdı. Bunu da xüsusi olaraq yadınızda saxlayın, qadın heykəlləri məhz eneolit dövrünə aid tapılmışdır. Bu dövrün özünə məxsus artıq dəfn adıdır. Yəni, artıq insanların dini inanclarında bir dəyişiklik baş verir. Deməli, necə? Ölülər yaşayış məskənlərinin içində yaxud da arasında dəfn olunurdu. Yəni, evlərin, binaların arasında və içində dəfn olunurdu. Ölülərin üzərində qan rəmzi sayılan qırmızı boya çəkilir, yaxud açıq qəhvəyi rəngli təbii boya səpirdilər. Qəbirlərə müxtəlif bəzək əşyaları da qoyulurdu və bu tapıntılar bunu sübut edir. Misdaş dövrünün əhalinin həyatında müxtəlif dini ayinlər, olsun mərasimləri müəyyən yer tutmuşdu və Qobustandakı qaya üstü rəsmində bunu sübut edir. Bəli. Misdaş dövründə Azərbaycan əhalisi Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə əlaqə saxlamış və Misdaş dövrünün son mərhələsində metallurgiya sahəsində baş verən dəyişikliklər insanların həyatına yeni, daha mütərəqqi mərhələnin tunç dövrünün başlanğıcını qoyacaq. Bəli. Və bu da bu xəritədə də Azərbaycanda qədim dövrün abidələridir. Qobustan, Cəlilabad Dəli Köməkçi təpə, Lerikdə Bozeyir mağarası, Ağazəbərdə Kamil təpə yaşayış ərazisi, necə ki bayaq vuruladım, Neolit dövründə yaşayış məskəni idi. Paleolit dövrünün Azıq Tağlar mağaraları və Kəlbəcərin Zar mağarası, həmçinin Damcılı və Daşsalahlı abidələri və Naxçıvanda Qazıma və 1-ci Kültəpə yaşayış məskənləri. Bunlar qədim insanların və Azərbaycanda qədim abidələrin yerləşdiyi ərazidir.